Salam dostlar, mən bugün sizə TPMS haqqında məlumat vermək istəyirəm. TPMS nə deməkdir? TPMS ingilis dilindən Azərbaycan dilinə tərcümədə təkərlərin təzyiqinə nəzarət sistemi deməkdir. Bəziləriniz yazdınız ki, mən yoxladım, amma mənim maşınımda aktiv olmadı. Mən istəyirəm bugün sizə bunun ikinci bir variantını göstərim. Ola bilər ki, bu sistem sizdə işləsin. Yəni sistem aktiv olsun. Bunun üçün biz nə edirik? Birinci növbədə zamok açıq olmalıdır. Fərqi yoxdur, açar olsun, start stop olsun. Zamok açıq vəziyyətdə Averekanın düyməsini 6 dəfə basırıq. Yəni 3 dəfə qoşuruq, 3 dəfə söndürürük. 1, 2, 3, 4, 5, 6. Gördüyünüz kimi siqnal səsi gəldi və bu işarə gəldi. Bir də fikir verin, burada monitorda yazdı ki, qabaq sol tərəf təkər. Yəni biz buradan düşürük yerə bu vəziyyətdən sonra. Təkərin təzyiqini buraxırıq. Bir şərtlə ki, əgər biz zalatniki basmışıqsa, onu buraxmamaq şərti ilə təkərin havasını buraxırıq. O vaxta qədər ki, siqnal salacaq. Əgər biz bilmək istəyirik ki, bizim təkərimizdə olan o sistem sazdır və yaxud nasazdırsa, saz olduğu vəziyyətdə bir dəfə siqnal çalacaq. Nasaz olduğu vəziyyətdə 2 dəfə siqnal çalacaq. Deməli, biz bunu basırıq. Bir dəfə siqnal çalsa, saat əqrəb istiqamətində keçirik, o biri təkərləri yoxlayırıq bir-bir, ardıcıllıqla. Hansında ki, 2 dəfə siqnal çaldısa, deməli, o təkərin nəzarət datçiki xarabdır. Bu qədər sadə. Yəni, əlavə suallar olsa, yenə cavablandırmağa hazıram.